Leyla Əliyeva bacısı Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günü münasibətilə paylaşım edib. Doğru Xəbər Azərbaycan bildirir ki, onun Instagram səhifəsində etdiyi paylaşımda bacısı ilə bərabər çəkilmiş uşaqlıq fotoları yer alıb. Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyevin nəvəsi dünyaya gəlib. Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Xatırladaq ki, milli qəhrəmanın oğlu Elvin Mirzəyev 2024-cü ilin dekabrında Ülkər adlı xanımla ailə həyatı qurmuşdu. Qeyd edək ki, İlqar Mirzəyev 2000-ci il iyulun 12-sində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub.